Bu ilin may ayında Azərbaycanda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlac qiymətləri aprel ayına nisbətən 0,1% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,6% artıb. Dəqiq ekspert yazır ki, bu barədə reporta Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə ay ərzində ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, kalbasa məmulatları, pendir, kəsmik, süfrə margarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, göy lobya, süfrə çuğunduru, soğan, qazlı və qazsız sular bahalaşıb, təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartof ucuzlaşıb, digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bundan başqa, ötən ay qeyri-qida məhsulları üzrə istehlac qiymətləri əvvəlki aya nisbətən 0,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,9% artıb. Ay ərzində boya, plastik boru, yuyucu vasitələr və şəxsi gigiyena məhsulları bahalaşıb, zərgərlik məhsulları ucuzlaşıb, digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Mayda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı aprelə nisbətən 0,2%, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% təşkil edib. Ay ərzində hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşıma xidmətləri bahalaşıb, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bu ilin yanvar-may aylarında istehlac qiymətləri 2025-ci ilin yanvar-may aylarına nisbətən 5,6%, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7%, qeyri-qida məhsulları üzrə 3,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7% artıb. 2025-ci ilin may ayı ilə müqayisədə illik qiymət artımı 5,6%, son bir ayda isə 0,1% təşkil edib.